İndi mən bunu böyle hasatçılıqla elşənə. Çıxım gedim nə var, diləniyim, neynəməliyəm? Bərdə rayonu Mirzalı Beyli kənd sakinləri Kanal 21-ə müraciət edərək ciddi torpaq qalmaqalı ilə bağlı iddialar səsləndiriblər. Onların sözlərinə görə uzun illər əvvəl dövlət tərəfindən onlara pay torpağı kimi verilmiş 1 hektardan artıq ərazi sənədlərdə dəyişdirilərək başqa bir şəxsə rəsmiləşdirilib. Sakinlər bildirir ki, söhbət kənd ərazisində yerləşən və illərdir istifadə etdikləri torpaq sahəsindən gedir. İddialara əsasən bu dəyişik əmlak məsələləri dövlət xidməti tərkibində fəaliyyət göstərən Bərdə 7 saylı regional reyestr xidməti və yerli torpaq şöbəsinin iştirakı ilə həyata keçirilib. Kənd sakinlərinin sözlərinə görə, məsələ xəritə üzərində dəyişiklik aparılması yolu ilə reallaşdırılıb və nəticədə torpaq sahəsi onların razılığı olmadan başqa bir şəxsin adına keçirilib. Onlar bu vəziyyətin qanunsuz olduğunu iddia edərək aidiyyəti qurumların məsələyə aydınlıq gətirməsini tələb edirlər. Sakinlər qeyd edirlər ki, dəfələrlə müxtəlif instansiyalara müraciət etsələr də bugünə qədər problemin həlli ilə bağlı konkret nəticə əldə olunmayıb. Onların əsas tələbi torpaq sahələrinin əvvəlki hüquqi vəziyyətinin bərpa olunması və məsul şəxslərin qanun qarşısında cavab verməsidir. Daha ətraflı vətəndaşların öz dilindən dinləyək. Mən Zeynalov var, Muxtaroğlu. Bax, gördüyünüz qardaş, bu sahə bizim sahədir. 1 hektar 85 sot. Mirzalbəyli kəndi. Bərdə rayonu Mirzalbəyli kəndi. Məndən də qonşu olan bu biri qonşu Elşən. Cavanşirov Elşən. Alma yerdi, o yeri alma. Bu sahəni, o sahəni alıb, o ferma tikilən yeri. Orada tamam bir bərbad haldadır. Ev tikdidir, nə bilim, keçi saxladı, dana saxladı, bilmirəm nə saxladı, orada qazanılır. İndi gedib oranı görsək, ora bərbad halda qalıb. Gəlib indi öz yerini qoyub, keçib bizim yerimizdə, Zeynalovarın Muxtaroğlu'nun yerinə. Orada da hələ keçib, burada bizim qonşu var ona. Elə nə haqdır hərif ki, qardaş, yer bizimdə, amma and olsun o bir Allah'a yer 98-ci ildən, 1998-ci ildən Heydər Əliyev verdiyi yeri, dünənki Bərdədə gəzən bir adam, bilmirəm kimdir, şəhərdə gəzər, Bakıda yaşayır. O adam gəlib bizim yerimizi əlimizdən alıb. O da bir neçə illər ki, tabii ürəyə atır. 4 ildir. Kim yaxşı pul verir onun? Bax, bunu da eləyən torpaq şöbəsinin 2024-cü ildə bax, məhkəmələrdə sürülmüş. Daşınmaz əmlak, oranın müdürüdür. Bilmirəm, heç ora qoymurlar keçməyə. Elə bilsə, prezidentin qəbuluna keçməyə ora qoymaq olmur. Yavər müəllimdir, bilmirəm. Veysdir, bax, veys gətirib durandan, buranı təmiz ölçdürüb, verib Elşənə. Sənətləşdir, gözür Elşənə. Bax, nəyə görə? Haq məndə olur. Sənətlə qadan alın, hamısı əlimdə. Nəyə görə mənim yerimdən 30 il olan yerimi dünənki Bakıda gedib şənlənə gəzib gələn bir o adama verim. Bu adamın da elədi ki, İraq üstdən. Heç sonra da onu istəyirməz. Nə haqca deyiləm ki, bura bizi verib. Həmən o sahədə hangisi? Bizi də verir. Biz onu məhkəməyə verməkdən. O bizi məhkəməyə verir. Gedib də onlarla da nə tərdi bilmirəm. Baxırsan ki, onun sözünü deyirlər. Biz qalmışıq elə-belə. Demək, adam sakit olanda, bilmirəm tamağarı. Özü bir 28 ildir. O milli lider Heydər Əliyevin verdiyi torpaqdır. Buran haqqı özü həmişə də qəşəng əhmişik, pişmişik. Və mən də ikinci qrup əlinəm, xəstə adamam. Buradan bir dənə dana çağırıb mənim davama dərman. Hər şeyi sizə göstərərəm, mən öz rəxəstəyəm. Mənim əyağımı kəsirlər, bala, o cürə xəstəyəm. İndi mən bunu böyle hasatçılıqla elşənə. Çıxım gedim nə var, diləniyim, neynəməliyəm? Bəs mənim torpağım ola, gedib nə iş görməliyəm? Pensiya alan adam, mənim pensiyam bir dənə malicəm pulu ödəmir, and olsun Allah. İkinci qrup Mehman xanımlar, İlham Əliyevdən, bax, onların tərəfdarıyam, mən onların, nətər deyim, həmişə onların hakimiyyətini alqışlamışam. Həmişə də belə gözəl bir insan kimi hamısını xahiş edirəm onlardan, son dərəcədə bizim bu harayımıza çatsın. Haqla nahaqqı yerinə qoysun. Elə bir ki, gəlib zorla da qazanalım, zorla bizi buradan çıxardılar. Eləyən veysdir, onu gətirib buranı ölçdürüb, veys adında bir oğlandı. Bana deyir ki, get ayağın hara gəldi. Deyir, təkrar deyir, mən o yerə qayıtmayacağım. Belə iş olar ki, hökumət nə dərəcədə belədir ki, bu gələ mənim yerimiz zorla alır. Elə bir erməni adamın əlindən gəlir zorla yer alır, bax elə.
Xahiş edirəm İlham Əliyevdən. Nə tər ki, öz torpağını 30 ildən sonra səbirlə aldı, onun qabasını alın. Alqışlayıram onu. Gəlsin mənim də yerim, haqqımı bilsin. Elə bir elə bir şey də, balaca bir şey. Gəlib bu dərəcədə bizi bax. Allah haqqı hirsindən ölürəm mən. Bilinç olar və xəstə adamam. Bu cür olmaz axı. Elə bu sakit adam deyil. Elə nətərim, arxası yox deyil. Bunu öldürək, əlindən torpağını alaq. Şuran haqq ödülədi, qardaş. İmamzada haqqı ay cəmaat. Əgər məndə bir belə günah olsa, mən bu yerin hamısını ona verərəm. Yer mənim özümün ola. Dirənim ki, mənimdir. Bax, o xarabalığa girmirik. Oranı eləyəndə Nəzər adında bir oğlan, o da dəsə rəhmətə gedir. Bax, Nəzər oranı o kökə salır. O öz yerlərinə gəldi. Bir yerdə yedir, bir təmizdə. Sizin o neçə nəfərdir ailə? Aləm 3 nəfərdir. Üç nəfər nə qədər torpaq tutar? Bir hektar 85. Birisindən bilmirəm, neçə danışam. Yanıb yaxılıram Allah haqqı. Bir hektar 85 torpağım. Ha. İndi qardaş, vəziyyət bax belədir. Bizə köməklik eləyin. Bizə köməklik eləyin. Prezidentimizdən xahiş eləyirik. Ona görə ki, yerlərə Ha. inanmıram. Sizin yeriniz nə qədərdir? 3 hektar 7 sotdur. Onun 62 sotunu 28 il bundan qabaq yerimlə xəritədə hər şey göstərir. Əlimdə sənədim var. Mənə hökmən dirəniblər ki, sənin yerin ora deyil, güya bu tərəfdədir. Sizin əlinizdə qanuni sənədiniz var. Qanun əlimdə dövlət aktım var, çıxarışım var. 28 ildir bu torpaqları əkirik. Nəsrə gəl, bu 30 ildir məndədir. Elşən Bərdədə. Qanuni sənədi dövlət haqqı. Bəli, qanunu gedib dəfələrlə göstərmişəm də dövlət reestri xidmətinə yavərdi, veisdi, Vüqar müəllimdir. 2 ildir kitab yorulmuşam da, utanıram ora getməkdən. Əzimov Qurban Məhəmmədoğlu. Siz də Gürcəli bəlisiniz. Bəli. Xahiş edirəm, prezidentimizdən xahiş edirik. Əlimiz heç nəyə çatmır. Rayonlarda yerli məmurlar həqiqətən də düz deyirlər. Bunlar təmiz öz bildiklərindən gedirlər. Asanlıqla xəritəni dəyişə bilirlər. Bağlı, vəziyyət eləmişsiniz bana. Telegram vurmuşam dünən üçün ayın 27-si vurmuşam dövlət reestr xidmətinə Bakıya. Oradan cavab gəlib ki, hə sizi şikayətinizə baxacaqlar. Bu gün getmişəm ora başımın altında yastıq qoyub məni yola salıblar. Deyir yox düzəlmədi. Mən razı olandan sonra. Müdür müavini adı yadından çıxdı. Veys ilə bərabər. Veys. Namik müəllim bir də Veys. Qoymadılar ora. Qardaş belə böyük bir dərdə düşmüşük. Bilmirik nə tə Ən çıxır. çox baş rolda gedir o reis. Bizim xoşumuz gəlmir, biz burada gələk, burada dəqiqədə bir şikayət verək harasa. Hoşumuza gəl. Ölçü işinə baxır. Dronu gətirib ölçdürür. Bərdə 7 saylı resim. Bəli. Ay sonra. Dedim bax gəlmişsən setkadan o tərəfdə bunun yeri. Oranın ölçünən ərşin də buradan elə bir ölçü düzəldər. Neçə 28 ildir bu adamlar burada elə özləri əkib becəriblər. Bunların öz yerləridir. İndi ora zibilli olduğuna görə bunlar ora yaya çıxmırlar. Sonradan gəldilər, sonradan. Sonradan hə pulla alıblar. Sən bu yeri alandan niyə ölçüb götürmürdün ki? Gəlibin deyəsən ki, yerim əksikdir. Pulla sonradan. Pul verimsən bu yerə, yerini ölçü götürəydin. Arendiya, xeyrin də görüb, nə bilim, kimdir, nə bilmirəm, qoxumuz da əqrəbəsi. O da oranı elə günə qoyub. İndi siz ora qəşək çəkilsə, elə bizim bravo olsun. Orada bomba düşüb. Bəs onu yaxşı, mən nətər 71 yaşında kişi gelib, onun zibilliyin təmizləyəcək, yoxsa öz yerini şey eləyəcək. Buranın haqqı, Allah hamd olsun, qardaş.
Əliyevin Hə. vaxtında, Heydər Əliyevin vaxtında verilir. Hə. Türk sonradan gəldi, elə dəyişir, hamı kimi dəyişir. Nə olur? Elə mənim yerimdən qurbanın yerini dəyişir. Hə, belə bilmirik bala, bu nə haqq. Nə dəyişir? Artıq bilməsin. Belə, bax, Quran haqqı verdi. Laf belə bunu dib dəynədən yoxlasınlar. Xahiş edirəm yenə İlham Əliyevdən, Mehriban xanımdan, bax yenə deyirəm, onlara bir dəstəkdən ki, mən bir İlham Əliyevə, bir də rəhmətli Heydər Əliyevə səs vermişəm. Hə, onlara mən gedib səs verməyə, mən onlara səs vermişəm. Onları qəşəng dəstəkləmişəm. İndi də dəstəkləyirəm. Belə atam kimi, qardaşım kimi, qohumum kimi, belə də heç nəyim deyil. Canlarını Allah sağ eləsin. Onlardan xahiş edirəm. Onlardan xahiş edirəm ki, bizim işimizdə bax, şəxsən mən İlham. Hə, əgər şey olmazsa mən gələcəm İlham Əliyevin qəbuluna, xahiş edirəm, məni gəlin belə baxmasalar, məni qəbul eləsin. Bax, Əhmədova Gülnar Cəfər qızı, Arif Zeynalovun həyat yoldaşıyam. Mənim 1 hektar 85 sot yerimi zorla əlimdən alırlar, qadan alır. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmə bizim işimizdir. Tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.